İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunları komandanı Kəyyumər Seydari İranın qərb və şimal-qərb sərhəddindən yoxlama turu keçirib. İranın Mehr agentliyi xəbər verir ki, səfər zamanı o bölmələrin hazırlığını və sərhəd bölgələrindəki vəziyyəti qiymətləndirib. Heydərinin sözlərinə görə quru qüvvələri bölmələrə maksimum döyüş mənəvi hazırlıq vəziyyətindədir və istənilən təhdiddə tez cavab verməyə də qadirdir. Sepah generalı sərhəd pozuntularının hər hansı bir hərəkətinə qəti və qətiyyətli cavab verəcəyini və mümkün pozuntulara qarşı təhdid səviyyəsindən asılı olmayaraq sürətli və sarsıdıcı cavab veriləcəyini vurğulayıb. Qeyd edeyim ki, Heydari dəyərli izləyicilərimiz Azərbaycanla sərhədə gəlib və Sepah komandanı Azərbaycanla sərhəddə olarkən maksimum döyüş hazırlığı tapşırığını verib. Bu açıqlamalar bölgədə artan gərginlik və İranın sərhəd bölgələrinin təhlükəsizliyinə diqqətin artması fonunda səsləndirilib. Bir daha qeyd eləyək ki, İran qərbdə İraqla, şimal-qərbdə isə Türkiyə, Ermənistan və Azərbaycanla sərhəddir.